Günorta namazından sonra Ərafata gedəcəyik. Səudi Ərəbistanı Mədəniyyət və İnformasiya Nazirliyinin əməkdaşları axşam saatlarına qalsaq çətinlik çəkəcəyimizi söylədilər. Çünki bütün zəvvarlar Ərafata gedirlər. Bəziləri birbaşa Ərafata gəldikləri üçün zəvvarların sayının 4-5 milyona çatacağı deyilir. Ərafata 1 saat 30 dəqiqədən sonra çatırıq. Bu əraziyə doğru ən müasir standartlara uyğun yol çəkilib. Zəvvarlar sərin avtobuslarla daşınır, çadırlar qurulub. Hər çadırda 4-5 nəfərlik yataq dəsti qoyulub. Hər kəs səbirsizliklə səhərin açılmasını gözləyir. Həmin gün hamı hacı olacaq. Ərafatda gündüzlər çox uzun, hava isə olduqca istidir. Saat 11 olmasına baxmayaraq artıq hərarət 48 dərəcəyə çatıb. Ağ geyimli insanlar əllərində çətir ancaq irəliyə doğru gedirlər. Bütün zəvvarlar Məkkədən Ərafata doğru yol aldılar. Səhər saatlardan etibarən isə onlar Rəhmət dağına doğru gedirlər. Hava olduqca istidir, amma buna baxmayaraq zəvvarlar yolu qət etməkdə iddialıdır. Gördüyünüz kimi insan axını saatlarla davam edir və küçələr demək olar ki, zəvvarlarla doludur. Ərəfə günü həcc ibadətinin ən önəmli zamanlarından biridir. Ərəfatda dua, yalvarış zamanıdır. Ərəfat kəlməsi bilmə, anlama, gözəl qoxu deməkdir. Dünyanın hər tərəfindən gələn insanlar bu yerdə bir-biri ilə görüşüb tanış olmaları, günahlarını etiraf edərək Allahdan bağışlamalarını dilədikləri, sonra sanki gözəl qoxuya sahib olduqları üçün bu ad verilib. Ərəfat dirilişi, məhşəri hesaba çəkilmədən öncə sınağa çəkilməyi bilməkdir. Ərəfatı dərk edən hacı olur. Günortaya doğru insanların sayı artır. İstilik artıq 50-60 dərəcəyə çatıb, ancaq heç kəs yolundan qalmır. Yol boyu sərinlik üçün su püskürdücü aparatlar qoyulub. Həmçinin polislər əllərində kiçik qablarda insanların üzünə su vururlar. Hər addımda su kranları var. Dözülməz isti bəzi hacıları dayanmağa məcbur edir. Bunun üçün yol üstü çadırlar qurur, biraz dincəldikdən sonra yollarına davam edirlər. Ölkələri, dilləri, irqləri, sosial və iqtisadi durumları fərqli olmasına baxmayaraq, bütün müsəlmanlar eyni bir məqsəd uğrunda yorulmadan irəliləyirlər. Hacılar Rəhmət dağına yetişməyə tələsirlər, amma onlar Ərəfat sərhədləri daxilində istənilən yerdə dua edə bilərlər. Ərəfat sadəcə bir dağdan ibarət deyil, bu ərazi 14 kilometrdir. Zəvvarlar Məhəmməd Peyğəmbərin vəqfəyə dayandığı və xütbəsini oxuduğu yerə, Cəbəl Rəhmə deyə adlanan təpəyə toplaşırlar. Rəhmət dağında Adəm və Həvvanın qovuşduğu yer kimi rəvayət edən ərazidə abidə qoyulub. Etirazlara baxmayaraq bəzi zəvvarlar bu daşın üzərinə müxtəlif yazılar yazırlar. Namazdan sonra həccin ən önəmli məqamı olan Ərəfat vəqfəsi edilir. Hər kəs ayağa qalxır və birlikdə Allaha dua edirlər. Zilhicə ayının 9-cu günü, günəş batana qədər dualar davam edir. Burada edilən bütün duaların və ibadətlərin geri çevrilmədiyi deyilir. Sonra isə Müzdəlifəyə doğru yol alınır. Zəvvarlar şeytana atacaqları daşları topladıqdan sonra Minaya gedərək ayinləri yerinə yetirir və qurban kəsirlər. Qurbanı hacılar həcc əməllərini yerinə yetirdikdən sonra şükür etmək üçün kəsir. Həcc ibadətləri tamamladıqdan sonra Qurban bayramı qeyd edilir. Səbir, savaş, zəfər və şükür üçün.
Ərəfatda bilgiyə, minada sevgiyə, cəmaratda niyyətə çatan hacılar daha sonra Kəbəyə vida təvafı üçün yola düşürlər. Bu dəfə isə dəhşətli insan tıxacı ilə qarşılaşırıq. Saatlarla tuneldə qalan maşınları tərk edib ayaqla getməli oluruq. Və son gün, ağır, çətin, həm də unudulmaz günlərin sonu. Kəbəni görənlər onu uzun müddət yaddaşlarından çıxara bilmir. Bütün zəvarlar vida təvafı edərək oradan ayrılırlar. Bəlkə bir daha buranı görə bilməyəcəkləri üçün ağlayanlar, üzlənlər də var. Görünən isə odur ki, buradan heç vaxt insan seli əksik olmayacaq.